Salam uşaqlar, bugün məntiqin növbəti dərsini keçirik. Səhifə 111 və 112. Gəlin indi suallarla bir tanış olaq. Birinci sualımız. Deməli, palıd qozası, baldır, yarpaqdır. Hərəsindən bir dənədir. Buradan nəysə müəyyənləşdirə bilmirik. Bal, yarpaq, qarğıdalı. Burada da hərəsindən bir dənədir. Yarpaq, palıd qozası, palıd qozası. Üçüncü sütundan müəyyənləşdirə bilirik. 1, 5, 5. Deməli, palıd qozaları oldu 5. Harada palıd qozası varsa yazırıq 5. Və baxırıq, birinci 5 ilə başlayan palıd qozası bal və yarpaqdır. Deməli, birinci 5 ilə başlayan bura uyğundur. Onda bal olur 2. Ballara yazdıq 2. Yarpaq da olur 1. Yarpaqlara yazdıq 1. Baxın, 215 artıq alındı. Bunu bura birləşdiririk. Onda avtomatik bu da bura birləşir və qarğıdalı olur 4. İndi bizdən nə istəyir? Qarğıdalı palıd qozası. Qarğıdalı 4-dür, palıd qozası 5-dir. 45 çıx. Bal 2-dir, yarpaq 1-dir. 45 çıx 21. Bu da uşaqlar neçə eləyəcək? 24. İndi baxaq görək, aşağıda 24 cavabı hardadır? İndi bu aşağıda da yazmalıyıq bunları. Yarpaqlar 1-dir, ballar 2-dir, qozalar 5-dir, gül ümumiyyətlə yoxdur, qarğıdalılar da 4-dür. Bizə 24 lazım idi, 24 cavabı da B bəndində verilib. Məchul toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxırıq. Yəni, bunu əgər biz tamamlasaq, bizdə çatışmayan hissə 2 hissəli olur. O da var A bəndində. Bu çox asandı idi. Məchul toplananı tapılması. Çətirin üstünə 2 gəlib 5 eləyib. Deməli, çətir neçədir uşaqlar? 3. 3-ün üstünə 2, 5. Yarpağın üstünə 1 gəlib 6 eləyib. Deməli, bu da eləyir 5. 3-ün üstünə 2, 5. 5-in üstünə 1, 6. Uyğunlaşdı. İndi bunları yerləşdiririk yerinə. 5-dən 3 çıxanda nə qalır? 2. Deməli, günəş oldu 2. 3-dən də 2 çıxanda qalır 1. Bu çiçək də oldu 1. Bir cavabı da var B bəndində. Deməli, addım-addımla birinci gedək və bilirik ki, başlanğıcımız buradır. 62 oldu 65, üstə gəl 3. 65 oldu 63, çıx 2. 63 oldu 66, üstə gəl 3. 66 oldu 64, çıx 2. 64 oldu 67, üstə gəl 3. İndi üstə gəl 3, çıx 2, üstə gəl 3, çıx 2, üstə gəl 3. Onda burada olmalıdır çıx 2 və burada da olmalıdır üstə gəl 3. İndi 67-dən 2 çıxanda nə qalır? 65. 65-in üstünə də 3, 68. Deməli, düzgün yerinə yetirdik və helikopter də 65-dir. Burada bizə 2 tərəvəz verib. Bax, bu bir məntiqdir, bu da bir məntiqdir. Bu məntiqləri müəyyənləşdirib aşağıda yerinə yetirməliyik. Turpla başlayaq. Deməli, turpda nədir? Turpda məntiq budur, uşaqlar. Biraz böyüdüm, daha rahat başa düşürsün. Bax, turpdakı məntiqi izah edirəm. Ortadakı ədədlər olduğu kimi qalır. Baxın, 4, 4, 4, 4. Birinci ədədlər 2 azalır, ikinci ədədlər 2 çoxalır. Baxın, 6-dan 2 çıxdım, 4, 2-nin üstünə 2 gəldim, 4. 3-dən 2 çıxdım, 1, 6-ın üstünə 2 gəldim, 8. Deməli, burada məntiq budur. Birinci ədəd 2 azalır, ikinci ədəd olduğu kimi qalır, üçüncü ədəd 2 çoxalır. Buradakı məntiqi tapdıq. Gələk indi kökə. Kökdəki məntiq 4 ilə 6 eləyir 10, 5 olduğu kimi qaldı. Deməli, əvvəlcə rəqəmləri toplayırıq, üçüncü ədəd olduğu kimi qalır. 8 ilə 6 olur 14, 1 olduğu kimi qaldı. Bu məntiqi də tapdıq. İndi düşək bunları həll edək. Turpdakı məntiq nə idi? Orta ədəd olduğu kimi qalır. 8-dən x-ini çıxıram 6, 2-nin üstünə 2 gəlirəm 4. Neçə elədir uşaqlar? 614. İndi alınır buradan kök 614. Düzdür? Çünki buradan 614'ü aldıq. Kökdə nə edirdik? Bu x'ini toplayırdıq 7. Bu da olduğu kimi qalırdı. 74. O da hansı bənddə var uşaqlar? B bəndində. Davam edək. 6-cı sual. 6-cı sualda 3, 1,
7, 9. Amma rənglərinə fikir verin uşaqlar. Bu 2 qırmızıdır, bu 2 yaşıldır. 9 ilə 1, 10, 3 ilə 7, 10. Deməli, qarşı tərəflərin cəmi digər qarşı tərəfin cəminə bərabərdir. 8 ilə 5, 13, 3 ilə 10, 13. 2 ilə 8, 10. Onda 5 ilə sual da 10 olmalıdır. 5-in üstünə neçə gələndə 10 edir uşaqlar? 5. A bəndini götürdük. Cədvəl. Bu dəfəki cədvəl görürsünüz özü ayırıb. Deməli, budur. Yəni, bunları hansı əməllə yerinə yetirsək, 11 olar. Deyək ki, əvvəlcə toplayaq. 3-ün üstünə 6, 9, 9-un üstünə 8, 17. Yaxşı, 17-dən 6-sını çıxsaq 11 qalar, məsəl üçün. İndi gələn aşağıda yoxlayaq. 9-un üstünə 12, 21, 21 üstə 16, 37, 37-dən də 6-sını çıxanda 19 qalmır. Deməli, o məntiq deyil. Məntiqimiz budur. Birinci ilə ikincinin fərqi neçə eləyir? 3. Üstə gəl 3-cü. Deməli, birinci ilə ikincinin fərqinin üstünə 3-cünü gəlirik. 6-dan 3 çıxırıq. 3, 3-ün üstünə 8, 11. 12-dən 9 çıxırıq. 3, 3-ün üstünə 16, 19. İndi 25-dən 18-i çıxaq. 7, 7-nin üstünə 4, 14, 21. Deməli, ayı elədi 21. Tərəzilər bizdən istəyir ki, hansı böyük, hansı kiçikdir. Yaxşı, bir alma, 2 portağaldsa, deməli, alma portağaldan ağırdır. Deməli, onda alma portağaldan böyükdür. Baxın, almanı yuxarı, portağalı aşağı yazdım. Bir alma 3 çiyələyi də bərabərdir. 2 portağal, 3 çiyələk. Saylarına baxsaq, onda portağal da çiyələkdən ağırdır. Onda çiyələyi də portağalın aşağısına yazdıq. Onda nə olur? Ağırı almadır, sonra portağaldır, sonra çiyələkdir. Və bunu bizdən kiçikdən böyüyə istəyir. Kiçikdən böyüyə. İndi kiçiyi hansı oldu uşaqlar? Çiyələk, portağal, alma. Görün hansı bənddədir? Çiyələk, portağal, alma. C bəndində. Məncə bunu artıq əzbər bilirsiniz, amma əvvəlcə mərtəbəni müəyyənləşdirək. 1, 2, 3. 3 mərtəbədir. Neçə dənədir bundan? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. 3 dənə 10. Neçə eləyir uşaqlar? 30. Yuxarıdakı oriqaminin üstdən görünüşü hansıdır? Rənglərinə fikir verək. Birinci nə gəlir? Sarı. Sonra gəlir yaşıl. Sonra göy, sonra qırmızı. Bax, ardıcıllığımız budur. Sarı, yaşıl, göy, qırmızı. İndi görək hansındadır bu? Sarı, yaşıl, göy, qırmızı. C bəndində. Bunu çəkirik. Deməli, altdan çıxıntımız yoxdur. T, E, B, I, E, T. Deməli, 3 çıxıntımız var, 3-ü də üstədir. Və ümumilikdə də 6 hərfimiz var. Ümumilikdə 6 hərfimiz var və 3 çıxıntımız var. Görün, hansına uyğundur uşaqlar? Burada aşağı çıxıntı var, getdi. Burada 2 dənə aşağı çıxıntı var, getdi. 3 çıxıntı buradadır, 3 çıxıntı buradadır. Amma çıxıntımız birinci hərfdədir. Baxın, T, B, et. Bu qaydada yazılır içinə. Deməli, düzgün cavabımız oldu B bəndi. Sonuncu sualımız. Fərqli olanı seçin. Fərqli olanı seçək. Qələm, pozan, divan, dəftər. Avtomatik artıq buradan cavabı müəyyənləşdirə bilirik. Qələm, pozan, dəftər, bunlar məktəb ləvazimatlardır. Yəni, siz bunları məktəbdə istifadə edirsiniz, düzdür? Amma divan harada qalır? Məktəbə gələndə divan evdə qalır. Deməli, məktəbə gələndə qələmi, pozanı, dəftəri götürüb gəlirik. Amma divanı götürüb gəlmirik. Çünki divan məktəb ləvazimatı deyil. Uşaqlar, bugünkü məntiq dərsimizdə bu qədər. 111 və 112-ci səhifələri yerinə yetirdik. Hansı sualı başa düşməsəz, yəni hansı sual aydın deyilsə, həmin sualın nömrəsini şərh bölməsində qeyd edin. Sırf o sualı mən yenidən sizin üçün qısa video şəklində izah edəcəm.
Ümid edirəm ki, tapşırıqları başa düşdük. Yenə də deyirəm, başa düşmədiklərinizi də qeyd edin. Like etməyi də unutmayın.